Tərk edilməkdən, tənqid olunmaqdan, qəbul olunmamaqdan qorxduğun üçün çox zaman öz həqiqi düşüncələrini və hisslərini gizlətməyə çalışırsan. Yox demək sanki bir yükə çevrilib sənin üçün. Çünki içində bir inanc var. Özümü göstərsəm, yəni real özümü göstərsəm, sevilməyəcəm, qəbul olunmayacam. Və bu inancın fonunda tək qalmaq qorxusu yaranır. Hətta bəzən bu qorxu o qədər şiddətli olur ki, zərər gördüyün münasibətdə qalmaq belə sənin üçün daha təhlükəsiz görünür. Bəli, güvən və qəbul olunmaq ehtiyacı insanın təbiətində var. Amma bu ehtiyac özünə inamın və sərhədlərin zəif olanda səni daimi başqalarının təsdiqinə möhtac qoyur və arzu olunmayan yerdə qalmaq məcburiyyəti yaradır. Mən də insanam. Fərqli düşünə, fərqli hiss edə bilərəm. Hər kəs məni sevmək məcburiyyətində deyil. Mən real kimliyimlə uyğunlaşdığım insanların yanında var ola və huzur tapa bilərəm. Bu düşüncə səni o yanlış inanclardan biraz da uzaqlaşdıra bilər.